Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabah Ramazan ayının 28-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə sabah, yəni martın 28-i imsak vaxtı 05:04-də, iftar vaxtı isə 19:15-dədir. İmsak duası. İlahi, bugün mənə yaxşı əməllərin bəhrəsini bol et. İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər. Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et. Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah. İlahi, bugün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərlə düşmən olanlardan qərar ver. Məni sonuncu peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver. Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah. İftar duası. İlahi, səndən ötürü oruç tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə, ey hüdudsuz bağışlama sahibi, mənim günahlarıma bağışla. Allah orucunuzu qəbul etsin.